8 aydır bu xəstəlikdən əziyyət çəkirəm. Çox şiddətli ağrılarım olurdu. Elə olurdu ki, 2 gün, 3 gün yatmırdım səhərə kimi. Elə ağrılar olurdu. Sonra araşdırdım, sizi tapdım. Əvvəl qorxurdum əslində əməliyyatın ağırlığından. Deyirdilər ağrılıdır belə, amma elə bir ağrı yoxdur. Yəni dünənləri qəşəng əməliyyatdan sonra çıxdım, çox yaxşı özümü hiss edirəm. Bu gün də lap yaxşı hiss edirəm özümü. Şükürlər olsun. Çox sağ olun. Deməli, Vasif uzun müddətli fizikal xəstəliyindən əziyyət çəkir. Özü dediyi kimi, yəni qorxusundan mütəxəssisə müraciət eləməyib sahə üzrə. Müayinə zamanı tərəddüd eləyirdi, yenə ağrılardan qorxurdu, çox qorxuzmuşdular. Müayinədə böyük bir çatım, xroniki çatım və mürəkkəb bir fistulun olduğu aşkarlandı. Şükürlər olsun, bir əməliyyat olunub, özü dediyi kimi özünü çox rahat hiss edir. Hətta peşmanlıq çəkir ki, nəyə görə vaxtında müraciət eləyib, bu ağrılardan azad olmuyor. Allah şəfasını versin. Çox sağ olun. Bu fistul xəstəliyi olub, bu qədər yetişən insanlara nə tövsiyə edərsin? Qorxmasınlar, heç qəti qorxmasınlar. Yəni, həqiqətən də çox yüngül əməliyyatdır. Elə bir çətinliyi yoxdur. Şükürlər olsun. Təbii ki, ağrımayın. Ağrı olarsa mütəxəssis və vaxtında müraciət mütləqdir. Çox sağ olun. Allah şəfanı versin qardaş. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.